Gün 9 Mart'da gəldi şuraya. Bağışla məni Sapa, şəhər imişsən sən. Desəm ki, ilk dəfə belə bir şey başıma gəldi. Mənzərələrin gözəlliyinə bax. Özümü çox belə şey hiss edirəm. Yuxarıya bir yol gedir. Amma bilməm nə yoludur. Oo, mənzərəyə bax, mənzərəyə bax. Burada niyə heç kəs yoxdur? Niyə burada heç kəs yoxdur? Buralar məni özünə yaman çəkir hicran. O yadıma düşdü. Dünyanın heç bir yerində heç bir meyvə, tərəvəz, ət məhsulları Azərbaycandakı dadını verməz. Salamlar, salamlar, bir daha salamlar. Hardayam? Vyetnamdayam. Vyetnamın Sapa deyilən bir bölgəsindəyəm. Sapa elə bir ki, Vyetnamın dağları deyil, dağları. Belə bugün dağlar gəzirik. Dağları oğlu da, görürsünüz, dağlardır. İsti havalardan artıq biraz sıxıldım. Dedim, biraz dağ gəzim. Amma dağ gəzmək üçün mənə bir motor lazımdır. Onun üçün də motor tapmalıyam. Bura Vyetnamın Çinlə sərhədində yerləşən əraziləridir. Dünən axşam bura gəldim. İndi də gedim bir motor tapım. Ondan sonra belə rahat-rahat, qəşəng-qəşəng gəzməyə başlayaq. Burada yaşayan xalqlar əsasən monklardır. Düzdəyən burada çoxdur. Dao xalqı var, monk var. Amma ən çox monklara burada rast gəlmək mümkündür. Ay, çəkmə o papusu, çəkmə. Oh, biblərimə bax, biblərə bax. Burada şey satırlar, göy-göyərti satırlar, göy-göyərti. Göy-göyərti satırlar, göy-göyərti. Ay Allah, bunun şirinliyinə bax, bunun şirinliyinə bax. Burada dağlıq yerlərdə belə şeylər ümumiyyətlə daha yaxşı bitdiyi üçün. Bunlar monklar. Monklardır bunlar. Ümumiyyətlə şeydə bu cür yerli xalqları daha çox görmək mümkündür. Sapadır. Bu cür yerli xalqlara Sapa bölgəsində daha tez-tez rast gəlmək olur. I want to rent scooter. Scooter. Yok, no? Yoxdursa bura niyə yazırsa scooter şey deyirik. Oraya geçək yazıblar ki, scooter rental. Gəlmişkən bu Sapa marketə girək. Buranı göstərim. Monk bibilər, monk. Elə bir maraqlı bir şey yoxdur. Yəni Vyetnamda artıq görməyə öyrəşdiyimiz şeylərdə əksəriyyəti. Amma havası qəşəngdir, hava sərindir, çox qəşəng sərindir hava. Köçürəm Sapaya, köçürəm. Yəni belə bir yerdir. Bu arada şeydəkindən daha ucuzdur burada, bu kutkalar. Ya da deyirmi, bu inanılmaz ucuz olur Vyetnamda kutkalar. Yəni burada Hanoi'dakindən daha ucuza verirlər. Hanoi'da biraz yəni xarici görəndə biraz allatmağa çalışırlar. Monk bibilər burada. Alçadı cavalıdır, neysə ondan satırlar. Şeydə, Hanoi'da biraz xarici gəndə eləməyə qiyməti yuxarıdır. Ulan burada kifayət qədər yaxşı qiymətlərdir. Yəni 25 manat, 30 manatda çox qəşəng kutkalar almaq olur. Bura axşam marketidir, night market. İndi bunların bıçaqlarına bax. Bu axşam ümumiyyətlə burada daha çox olur bu bıçaqlardan. Amma bu yerli şeylərdir, bunlar lokal artıq özləri düzəltdikləri bıçaqları. Buralar bu bıçaqları ilə məşhur. Hello. Qızıl dişi, bunun qızıl dişi var. Qıcığım üçün bunun qızıl dişi var. Belə. Gördünüz ya qızıl dişi? Yəni, belə. Nəysə, burada çox vaxt deyirəm, mən gedim şeyə. Dedim, mən bir dənə nəysə, motor tapım. Daha bir dağlıq yerlərə gedir. Buralar düzənlikdir mənim üçün. Daha dağlıq, qalxaq o dağların başına, gedək gəzək. Video uzun olur, qoy uzun olsun, neynək. Amma gedək gəzək. Bu monklardan şeydə görmüşdük. Yəni, Taylandda, Chiang Mai'da yazıda gəlsə orada bir monk kəndi var idi. Amma buradakı qədər çox deyil. Yəni, burada konkret yəni burada ümumiyyətlə, yəni təkcə söhbəti monklardan getmir. Ümumiyyətlə çoxdur burada, belə deyim, fərqli tayfalar. Bəlkə Vyetnamın ən çox belə fərqli tayfaların olduğu bölgə ola bilər. Bu Sapa bölgəsi.
Amma belə qırmızı papaqlılar artıq monk deyirlər. Bunlar artıq görürsünüz bu qırmızı papaq gördüyünüz anda, yəni onlar artıq monk deyirlər. Onlar Dao tayfalarıdır. Qırmızı Daolardır deyirlər onlara. Belə. Amma yəni heç kəsə burada konkret qiymət qoyubdular. Burada konkret qiymətini qoyubdu ki, mən ucuzsa bunun qiyməti 500 mindir. Yəni gəlib 2 dəqiqədən bir sorur, 500 minə bir deyir. 500 min, hə. Bunun qiymətləri 500 mindir. Orada Hanoyda 500, burada 800 mindən, 900 mindən başlayırdı. 550-yə düşsə böyük şeydir. Burada konkret qiymət qoyur ki 500. Hə, bu arada bura dediyim kimi mərkəzidir. Nədir onun adı? Sapa mərkəzidir, Sapa kəndinin belə deyək. Kəndi şəhər deyə yaxşıdır. Allah şeytan lənət eləsin. Şəhərin mərkəzində, amma yəni çox belə pasiv istirahət xoşlayırsınızsa, istəyirsinizsə ki, məsələn, gedim mən bir balaca başımı sakitləşdirim, səs-küy olmasın. Yəni burada qalmağı qəti şəkildə məsləhət görmərəm. Yəni özəllə buradakı binaların da səs izolyasiyası yaxşı olmadığı üçün, yəni buradan keçən bütün maşınların səsi içəridə olur, yəni yata bilmirsən. Onun üçün yəni biraz daha kənd yerlərində, biraz daha yuxarı yerlərdə qalmağı tövsiyə eləyərəm. Nacizanə şəkildə, nacizanə belə təcrübədən yola çıxaraq. Uşaqlar, necəsiz? Hello. 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 Bir dənə motor yeri tapmayacağım mən təyin. Nətə bir dənə motor yeri tapmayacağım mən. Bunlar polisdir, bunlar nədirlər? Bunlar nə işə biləm? Başa düşməm, nə yazır? Mayordur bunun rütbəsi, amma... Okay, no, this is okay. Yes. Tapdım, axır ki bir yer tapdım. Bunu götürüm, bu ceyranı götürüm, sürüm. Çox da neçədir? 150-yə bir. Oyda, günü. Qardaş, günün 9 manatızda gəldi şuraya. WhatsApp number. WhatsApp number. Pasportumu buna verəcəm. Yes. Dünya Azərbaycan? I know. No? I know you're on TV. Do you know? I hear on the TV. Okay. Azerbaijan. Azerbaijan, yes. It's close to Rosa, right? Yes. And you have some document. Okay. Are you today, tomorrow, and day after tomorrow? Yes. Pasportumu verdim buna. And you Pasportumu want buna. what much? It's okay. 3 gün falan bu ceyranla. 3 gün bu ceyranla gezdim. Bugün sabah bir də bir gün, hə. 3 gün bu ceyranla gezəcək. Bura bayaq dedim, yəni şəhər deyil, amma bildiyin şəhər imiş. Bağışda məni Sapa şəhər imişsən. Yox, böyük yerdir, yəni əməli başlı. Yəni bayaqdan da motorla gəzirəm buranı, həqiqətən də bir xeyli böyük yerdir. İndi də çıxaq bunun dağlarına, biraz gedək dağlara tərəf. Görək oralarda nə var. Qalxdıqsa mənzərə qəşəngləşir, amma qəşəng də buranın külək tutur. Amma çox külək tutur, dəyişər. Yol boyu mənzərələrin gözəlliyinə bax, Bax, gözəllikdir. Hələ çıxıram. Bir balaca o tərəflərdə artıq adam külək tutur. Bütün motor tutur, yəni motoru artıq şeydir, yelliyə sürürsən. Mənzərəsi var ha. Qalxaq. Yuxarı daha yaxşı mənzərələr olacaq. Getdik. Desəm ki, ilk dəfədir belə bir şey başıma gəlir. Elə bir anda dağlar üstümə gəlir. Yəni o qədər baş gicəlləndirici gözəl bir görüntüsü var. Elə bir dağlar adamın böyle üstünə gəlir. Çox qəşəngdir buraya. Buradan indi bir şey var. Ondan yuxarıya bu. Ən üst nöqtəyə çıxacağam. Görüm o önce getmiyor olur. Eyda. Bir de oraya gideceğim. Ama motor burada saxlayırsan, gerek bu shuttle'larla gidesin. Bileti buradan alırsan, yoksa oradan çıxıb alırsan, onlar. Oy, siz ne kaдаrsınız? Çoksuz siz. Gidik. Sıxıldım ha. Getdik. De bura qalxacam, de bura.
Çox belə səsli küylüdülər. Bir şey deyə bilmərəm, təbii ki, gəmidə oturub gəmçiyə dava eləyəsək, amma çox səs küylüdülər, çox belə qışqıra danışdılar, çox. Bəli, indi bura, şey eləyirsən, buradan bura qalxsan, gəlsən, buradan bilet alırsan, uzun yol gəldi ya. Xin chào bạn. Aleykümselam. Çəkilin mən gəldim. Aha. Oo. Mənzərələrin gözəlliyinə bax. Mənzərələrin gözəlliyinə bax. Aman aman yorubbim. Orada Vietnam bayrağı düşüb. Düşün onu götürün. Və buradan bilet alırıq. Bu nə qədər adam var ha burada? Dəhşət çoxdur adam. Yəni və orada qayıdıram. Qayıdıram da var. Çox adam var və mən bu qədər adam olacağını düşünmürdüm. Mən kifayət yəni çıxmayacağam oraya. Mən kifayət edirəm. Qalxmayacağam oraya. Bu mənzərəsini gördük, bəs elədik. Havaydan da bir şey şatıllarında mindik, Bəsdir mən, vallahi, eləyən deyiləm, gedən oraya qalxmayacağım. Amma dəhşət çox adam var burada, dəhşət çox adam var, Qayıdıram dola, Qayıdıram dola, geçdim. Mən vallahi istəyən olsa gedə bilər. Yəni, mənim üçün belə wow bir şey olmadığı üçün getməyəcəm. Yəni, adam əlindən tərpənməyim var, nədir? 51 người được, 51 đồng thời thôi phải mang hài học Việt. Vừa thôi không là quá tải. Özümü çox belə şey hiss edirəm. Özüm belə çox şey hiss edirəm. Trong số lượng hợp đồng đấy rồi. 300 tỷ. Ngâm xong rồi lắm lông Cái gì nó cũng cười. Özüm belə çox şey hiss elədim. Mənə baxıb gülürlər və özüm çox qəribə hiss elədim. thank you bạn. Con này giường con thể cãi thanh kia. Qaydaq gedək, yolda daha qəşəng yerləri taparıq. Özümüz baş-baş qalırıq. Amma yəni dediyim kimi, yəni bu video məsəl üçün kimsə baxırsa, məsəl üçün onu xoşlayırsa belə çox belə turistiksə fərqi yoxdur. Və buralara gəlib çıxa bilər yəni. Yol üstü var, belə bir yerdə dayanırsan. Ayda, motoru da söndürürsən. Bir dənə bu gözəlliyə bax, bir dənə bu gözəlliyə bax, bir dənə bu gözəlliyə bax. Nə bilim ha, çox bilmirəm, çox bəlkə də şey həssas yanaşır, amma çox qəşəng deyil qardaş. Çox qəşəng deyil vallahi yəni. Özümə söz vermişəm ki, turistik yerlərə də maksimum get. Elə bildim oranın o qədər turistik yer olduğunu düşünməmişdim. Yəni fikirləşirdim, az adam olardı yəni. O avtobuslar daşıyır ora cəmaatı, yəni konkret avtobuslar. Bir dənə körpüdən ötürü o boyda turistin içində itməyə də dəyməz. O siqnalın, o siqnal şey gedir, əsəbləşdim birinci, sonra dedim, siqnalı belə burada pervallardan dönəndə siqnalı verir ki, birdən qabaqdan kimsə gəlir. Gəlmişəm, motoru burada saxladım. Burada yerlilər var. Yerlilər nə edir? Düşürlər aşağıdan, məsəl üçün, meyvə zad yığırlar, eləyirlər, meyvə tərəvəz zad. Doldururlar sumkaların, aparırlar satmağa. Burada da mən motoru burada saxladım, bayqı burada saxladım, gəldim, elə bir yerdə oturdum, əssalam. Sakit, səssiz, düzdür, arada bir buradan kamazlar falan keçəndə səs-küy olur, amma o qədər də olsun da, neyiniyik. Belə bir yerə gəldim. Qəribə bir yerdir. Buradan yuxarıya bir yol gedir. Amma bilməm nə yoludur. Çıxacam bu yolu.
Adam yolu. Ah, çox qəşəng təbiəti var, çox da sərin havası var. Bəxtimə də bugün hava çox təmizdir, çox. Ah, gəl otur burada. Saat neçədir? Saat 5'dir. Sen oturuyorsan burada, oh. Hə. O, mən bundan zövq alıram. Mən bundan daha çox zövq alıram. Belə. Oh. Çıx ki çıxasan, çıx ki çıxasan. Deyəsən çatdı. Ay, bunlara bak, bu çiyələk, o çiyələk deyil bu. Bu çiyələk deyil. Yiyərəm, bu zəhərli zad olar. Ay, o başqa şeydir o. Bu çiyələyə oxşuyur bu. Konkret çiyələyə oxşuyur. Ama üstünü çiğ... Yox, çiyələk deyil. Oo, mənzərəyə bax, mənzərəyə bax, mənzərəyə bax. Wow. Burada böyle bir pagoda var. Wow! Burada niye hiç ses yoktu? Niye burada hiç ses yoktu? Niye burada hiç ses yoktu? Bomboş. Wow. Çok güzeldi. Çok. Görürsünüz bu nöqtə, bu buranı, bu bura ümumiyyətlə bütün Vietnamın ən hündür nöqtəsi sayılır, Fansipan. Bura Fansipandır, ən hündür nöqtəsi sayılır və ora şeylər qalxır. Nədir onun adı? Kanatlar qalxır. Yadınıza gəlir, Danangda minmiş deyə Sun World, Sun demişdim, Sun Turizm şirkəti. O Sun Turizm, həmin turizm şirkəti, həmin o Fansipana da kanat qaldırıbdı ki, insanlar kanatla belə rahat-rahat qalxa bilsinlər. Görürsünüz, o buradan kanatlar görürsünüz. Amma orada Fansipana bu videoda qalxmayacağım. Fansipana bundan sonraki videoda qalxacağım. Çünki onu ayrıca bir video eləmək istəyirəm. Deyəsiniz ki, bəs Fansipana niyə gedirsən? Oraya. Çünki Fansipanın bir əhəmiyyəti var. Vietnamın ən hündür nöqtəsi, adı var. Vietnamın ən hündür nöqtəsi. Bu birsin, yəni hər hansısa bir mənasız adı yoxdur, yəni. Heç bir məna ifadə eləmir bu birisi. Amma ora gedəcəm. Onda bura birincidirsə, bura demək olar eyni səviyyədə, yox, ora buradan daha hündürdədir. Nəysə belə bir şey. İşte bu gün də gedə bilərdim, amma gecdi. Sabah gedərəm. Yəni, biraz bundan oynayacağım şurada. Belə eləyim. Arkada Fansipan da düşsün də. Neyse, düşdüm. Qaydaq gedək şəhərə. Şəhərdə də biraz gəzək. Ay, bu nədir? Burada doldu bu cücülərdən. O, bu nöqtədə, o görürsünüz, o buradır. Çox qəşəng yer idi, çox xoşuma gəldi. Hadi getdik. Sapa şəhəri. Bax, buralardan gəlmişəm, bax, buralardan. Qalxdım bu dağları gəldim buralara qədər. Buralar Sapa şəhəri. Dedim ki, bura Fansipan zirvəsi, bax bu hissə. Buraları bir dənə çomuz var, bizim. Nasıl şu dağlar döyüşür deyəsən. Buralar məni özünə yaman çəkir, hicran. O yadıma düşdü. Çox gözəldir buralar, çox. Aha, burada nektarın gördüm, nektar. Hello. 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 Ayda, nektarin. Nektarin gördüm burada, nektarini alır. Bir dənə bundan götürüm, bir dənə bundan götürüm. Bir dənə bundan götürəcəm. Bir dənə də bundan götürəcəm. How much? Top. Yaxşı, bunu çeylə. Wait.
Yaxşı, sənin xətrinə bir dənə də bundan götürürüm, bir dənə də bundan götürürüm. Sənin xətrinə. O, mən nə vaxtdan da şaftalı yemirəm. How much? Mấy lại gần 30 nghìn à? 30. Ha, 30. Okay. Yes. Okay. Thank you. Thank you. Goodbye. Bye bye. Bye bye. Bye bye. Đây. Bye bye. Çoxdandır şaftalı yemirdim. Axır şaftalı yeyəcəm. Çoxdandır. Yəni buralarda belə tez-tez tapılan bir şey deyil ha bu şaftalı. Bu şaftalı buralarda tez-tez tapılan bir şey deyil. Bu şaftalı nektarinca buralarda tez-tez tapılan şeylər deyil. Necə darıxmışam ha. Amma Azərbaycandakı dadın qəti şəkildə vermir. Mən həmişə demişəm, yenə deyirəm. Dünyanın heç bir yerində heç bir meyvə, tərəvəz, ət məhsulları Azərbaycandakı dadını verməz. Həqiqətən də vermir. Oh. Tam vaxtında gəldim. Tam vaxtında gəldim qaldığım yerə. Bura mənim otelimdir. Tom Frank House. Otel deyəndə və guest house-dur. Amma bu maşın videonun əvvəlində buna görə deyirdim. Bura qaldığım yerdir. Buradan keçən bütün maşınların səsi elə bir ki, içəridədir. Tam içəridədir bütün maşınların səsi. Neyse, videonu da elə burada yekunlaşdıraq. Çox da uzatmayaq. Belə olsun. Bu. Yeni şəhərlərdə, yeni ölkələrdə yeni videolar görüşmək ümidi ilə. Sağ olun.